Nəyə görə insan eyni həyat hadisələrini təkrar-təkrar yaşayır? Sanki bir döngünün içərisindədir və o döngüdən heç cür çıxa bilmir. Eyni insanlar, eyni həyat hadisələri, eyni fraqmentlər bizi illərlə izləyir. Səbəbi sən özünsən və səbəbi sənin həyatda qarşılaşdığın hadisəyə verdiyin reaksiyadır. İlkin reaksiya. Sən bu həyatda yaşadığın hadisəyə iki cür reaksiya verə bilərsən. Bir, üsyan edə bilərsən, narazılıq göstərə bilərsən. İki, razılığını ifadə edə bilərsən və qarşılaşdığın həyat hadisəsinə şükr edə bilərsən. Göstərdiyin hər bir reaksiya sənin gələcək adlı illüziya müqəddəratını həll edir. Sadəcə sən bunun fərqində deyilsən. İndi sənə izah etmək istəyirəm ki, gələcəyin memarı sən necə ola bilərsən və gələcəyi bugünkü həyatından daha fərqli, daha gözəl şəkildə necə yaşaya bilərsən? Bugündən sən öz həyatına və qarşılaşdığın həyat hadisələrinə, yəni həyatın sənə keçdiyi dərslərə fərqindəli şəkildə yanaşsan və onlara göstərdiyin reaksiyanı dəyişsən, yəni etiraz etməsən, üsyan etməsən, narazı olmasan və qarşılaşdığın hər bir həyat hadisəsindən bir dərs çıxarmağı ön plana çəksən və Allahın sənə yaxınlaşdığı ilk sifəti olan rəhmət sifəti ilə bütün həyat hadisələrini qəbul etsən, sən artıq öz gələcəyini gözəl şəkildə dizayn etmiş olacaqsan və qarşılaşdığın həyat hadisəsinə sənin şükür etməyin o həyat hadisəsini yenidən yaşamamağına gətirib çıxardacaq. Misal üçün, sən bu gün bir avtomobil qəzası törədirsən və orada üsyan edirsən. Deyirsən ki, mən bu hadisəni niyə yaşadım? Mən buna layiq deyiləm. Artıq sən burada kimi günahkar çıxartdın? Sən həyat hadisəsini sənin üçün dizayn edən və sənə rəhmət əsması ilə yaxınlaşan Allahı burada günahkar çıxarmağa çalışdın. Ona görə də o sənə ikinci dəfə yaxınlaşmağı ədalət sifəti ilə olacaqdır və sən bu dəfə avtomobil qəzası törədib, əlin, ayağın sağ olmağına görə şükür etmirsən və avtomobilin əzilməsinə görə üsyan edirsənsə, növbəti qəzaya artıq sən hazır olmalısan. Çünki növbəti qəzada sən zədələnəcəksən, sənin orqanların xəsarət götürəcək. Ta ki, sən bu dərsi anlayana kimi, sən şükür etməyi öyrənənə kimi bu hadisə davam edəcək. Sənin bu hadisədən çıxaracağın dərsi anlamayana qədər sən izdirab halını yaşamağa davam edəcəksən. Ona görə də bu həyatda qarşılaşdığımız hər bir həyat hadisəsinə görə biz şükür etməliyik. Şükür edək ki, Rəbb bizə olan nemətlərini artırsın. Həmd edək ki, biz təşəkkür edən qullarından olaq Rəbbimizin.